Paytaxtda elektrikli skuterləri çoxalıb, elə skuter qəzalarının sayı da artıb. Xüsusən uşaqların bu nəqliyyat vasitəsindən istifadə eləməyi ciddi narahatlıq doğurur. Təhlükəlidir əlbəttə, özü də tək özləri üçün yox, ətrafdakı insanlar üçün də təhlükəlidir. Mövzu ilə bağlı hansı qaydalar, qadağalar, nəzarət mexanizmləri var, onu öyrənək. Hətta özüm belə skuterdən təhlükəli istifadə eləmişəm. Yıxılmışam, ayağım sınmışlığı da olub. Mənim bacımı skuter vurmuşdu. Vurdu, keçdi, qolu əzilmişdi. Çox təhlükəli sürürlər. Uşaqların elektrikli skuterlərlə şəhərdə hərəkəti həm onların özləri, həm də başqaları üçün ciddi təhlükə faktoruna çevrilib. Çünki bu nəqliyyat vasitələri yüksək sürət yığa bilir və idarə etmə təcrübəsi olmayanların ondan istifadə eləməsi qəza riskini bir neçə dəfə artırır. Azyaşlılar tərəfindən elektrik skuterlərinin dəbilqəsiz, qoruyucu vasitələrsiz və yüksək sürətlə idarə edildiyini şahidi oluruq. Standartlara görə skuterlər nəqliyyat vasitəsi hesab edilir. Bu nəqliyyat vasitələrinin isə azyaşlılar tərəfindən yüksək sürətlə idarə edilməsi qarşısı alınmaz təhlükəli hadisələrə səbəb ola bilir. Problem həm də ondan yaranır ki, xüsusən azyaşlılar skuteri harda gəldi sürürlər. Həm küçədə, səkilərdə, həm parklarda və bulvarda bu nəqliyyat vasitələrindən istifadə edilir. Heç bir hərəkət qaydasına da əməl edilmir. Bunun haqqında ben deməzdim ki, qadağan olunmalıdır, amma bir konkret tədbirlər olmalıdır. Xarici ölkələr, bir Avropaya gedirik, hamısında piyada yolları, velosiped sürənlərin yolları, hamısı ayrı-ayrılırdı. Heç kimə mane olmaz. Gəzməyə çıxdıqda belə skuterlar hər daim adamın üzərinə gəlir, sanki yol boyu insanları narahat edir. Qəza və insanlara xəsarət yetirmə riskləri nəzərə alınaraq dünyanın bəzi ölkələrində bu nəqliyyat vasitələrinin istifadəsinə ciddi qadağalar tətbiq edilib. Son vaxtlar elektrikli skuterlərlə bağlı qeydə alınan hadisələrin sayı artıb. Səbəb isə eynidir. Azyaşlıların skuter sürməsi və valideyn nəzarətinin minimum olması. Bəs görəsən bu cür hallara qarşı ümumi nəzarət mexanizmi varmı? Qanunvericiliyin tələblərinə əsasən ümumi istifadədə olan avtomobil yollarında kiçik elektrik nəqliyyat vasitəsilə idarə etmə hüququ 14 yaşdan icazə verilir. Lakin təsvir qeyd etməliyəm ki, bəzi hallarda qeyd edilən yerlərdə azyaşlıların da skuter idarə etdiyinin şahidi oluruq. Ərazidə xidmət aparan əməkdaşlarımız tərəfindən azyaşlının ümumi istifadədə olan avtomobil yollarında skuter idarə etdiyi aşkarlandığı təqdirdə həmin azyaşlının valideynləri müəyyənləşdirilir və onlarla profilaktiki söhbətlər aparılır. Ekspertlər də belə hesab edirlər ki, bu vəziyyətdən çıxmaq üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsi və hüquqi mexanizmlərin sərtləşdirilməsinə ehtiyac var. Deyək ki, nəqliyyat vasitəsi avtomobili sürücülük hüququ olmayan şəxsə verməyə görə necə ki 60 manat cərimə nəzərdə tutulur. Skuterlərlə bağlı da bu məsələ tənzimlənməlidir ki, onlara o şəraiti yaradanlar. Deyək ki, valideyndir, skuteri alıb verib övladına və buraxır küçələrə ki, get rahat şəkildə gəz. Deməli, valideyn məsuliyyət daşıyır. Problem ondan yaranır ki, bəzi valideynlər skuterləri uşaqlar üçün əyləncə vasitəsi kimi qəbul edib alırlar. Əslində isə o nəqliyyat vasitəsidir və ondan istifadə eləməyin də qaydaları var. Bu fərqin nəzərə alınmaması ciddi təhlükələrə, bəzənsə təəssüf ki, faciəyə yol açır. Emil Məlikov, Novruz Kazımov, Kamran İsayev, ASTV Xəbər.